Digər didaktik prinsipimiz inteqrativlik didaktik prinsipimizdir. İnteqrativlik didaktik prinsipində deyilir ki, təhsilin məzmun komponentlərinin əlaqələndirilməsi. Bəli, inteqrativlik, inteqrasiya əlaqələndirməkdir. Məsələn, müəllim işıqfordan keçmə qaydalarını uşaqlara öyrədir. Uşaqlar evə gedən zaman həmin qaydadan istifadə edirlər. Bu zaman hansı didaktik prinsipimiz reallaşır? Bəli, əlbəttə, inteqrativlik didaktik prinsipimiz. Uşaq öyrəndiyini real həyatla tətbiq etdimi? Bəli. Öyrəndiyini həyatla əlaqələndirdimi? Bəli. Bu zaman hansı didaktik prinsipimiz reallaşır? İnteqrativlik didaktik prinsipimiz. İnteqrativlik, inteqrasiya əlaqələndirmək deməkdir. Həyatla da əlaqələndirilə bilər, mövzularla da. Tutaq ki, təsvir fəaliyyətində texnikanı öyrənəcəyik. Sizlərlə hər hansı texnikaları bir-biri ilə əlaqələndiririk. Məsələn, aplikasiya ilə quraşdırmada əlaqələndirirəm. Yəni, əlaqə varsa, əlaqələndirilirsə, bu inteqrativlikdir. Həyatla da əlaqələndirilə bilər, mövzularla da əlaqələndirilə bilər. Həyatla necə əlaqələndirmə olur? Məsələn, uşaqlar ilk tibbi yardım zamanı nə etdiklərini öyrənir və evə gedərkən uşaqlardan birinin ayağı zədələnir və öyrəndikləri ilk tibbi yardımı göstərirlər. Hansı didaktik prinsipimiz reallaşır? Bəli, deyəcəyik ki, inteqrativlik. Nə üçün? Çünki öyrəndiyini real həyatda tətbiq etdi. Öyrəndiyini həyatla əlaqələndirdi. Olacaq inteqrativlik. İnteqrativlik didaktik prinsipində onu bildik ki, əlaqələndirməkdir.